Son günlər Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandan kənar yoxlamalar zamanı fiziki şəxsə məxsus suşi müəssisəsində ciddi nöqsanlar aşkarlanıb. Aparılan baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub. Yoxlama zamanı həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi, baytarlıq ekspertiza sənədləri olmayan balıq məhsullarından istifadə edildiyi məlum olub. Bundan əlavə qida məhsullarının və qablaşdırma materiallarının birbaşa döşəmə üzərində saxlanıldığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, eləcə də işçilərin sağlamlıq arayışlarının olmadığı və digər nöqsanların mövcud olduğu qeyd edilib. Yapon mətbəxinə aid olan suşi düzgün hazırlanmadıqda və saxlanmadıqda qida zəhərlənməsinə səbəb olur. Xüsusilə çiğ balığın keyfiyyətsiz və köhnə olması, həmçinin mətbəxdə sanitariya gigiyena qaydalarının pozulması bu riski artırır. Zəhərlənmə hallarında adətən ürək bulanma, qusma, qarın ağrısı, ishal və halsızlıq kimi əlamətlər müşahidə olunur. İlk növbədə qeyd etmək lazımdır ki, çiğ balıq mikrobioloji baxımdan riskli qida hesab olunur. Əgər balıq düzgün hazırlanmayıbsa və ya gigiyenik qaydalara əməl olunmadan hazırlanıbsa, bu zaman bakterial infeksiyalar, xüsusilə salmonella, listeriya və ya vibrio kimi mikroorqanizmlərlə yoluxma ehtimalı artır. Bundan əlavə çiğ balıq parazitar infeksiyalarında mənbəyi ola bilər. Bu cür halların qarşısını almaq üçün profilaktik tədbirlər böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, suşi yalnız etibarlı və yoxlanılan ictimai yaşayış obyektlərindən alınmalı, açıq havada və uzun müddət saxlanılan məhsullardan uzaq durulmalıdır. Ev şəraitində hazırlanarkən də çiğ balığın təzəliyinə və saxlanma rejiminə diqqət yetirilməlidir. Hazırlandıqdan sonra 2-4 saat ərzində qəbul olunması vacib amillərdəndir. Eyni zamanda da müsbət 2 və 5 dərəcə temperatur arasında saxlanılmalıdır. Əgər çatdırılma olaraq sifariş veriləcəksə, bu zamanda soyuq zəncir prinsipinə əməl olunması ən vacib şərtlərdən biridir. Üzərində hazırlanması, tərkibində istifadə olunan allergen maddələrin olması və yaxud da olmaması ilə bağlı məlumatın qeyd olunması, istehsalçı və hazırlayan restoranla bağlı da ətraflı məlumatın olması vacib şərtlərdən biridir. Əgər suşi qəbulundan sonra vətəndaşlarda vəziyyət ağırlaşarsa, mütləq həkimə müraciət edilməlidir. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər risk qrupuna daxil olduqları üçün daha diqqətli olmalıdırlar.